Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Oğuz rayonundan axan dağ çaylarının təhlükəli ərazilərində mühafizə tədbirlərinə başlanılıb. Yaşayış məntəqələrinin və əkin sahələrinin sel daşqınlarından qorunması məqsədi ilə istismar tədbirləri planına uyğun olaraq mövcud daş-beton bədlərində 140 kubmetr cari təmir işləri, selə qarşı mübarizə məqsədi ilə mövcud çay sistemlərində eskavator və buldozerlərlə təmizləmə işləri yerinə yetirilib. Yaz və yay aylarında yağan yağışlar nəticəsində çaylarda suyun səviyyəsinin artması yaşayış məntəqələri və əkin sahələri üçün ciddi təhlükə yaradır ki, bu təhlükənin də qarşısı əvvəlcədən alınır. Yaşayış məntəqələrinin və əkin sahələrinin sel daşqınlarından mühafizəsi məqsədi ilə rayon ərazisindən keçən çay məcralarında 109.000 kubmetr təmizləmə işləri aparılıb. Hazırda idarənin ağır texnikaları çay sistemlərində bu işlərə cəlb olunub. Yandığımız ərazi Qalaçay sisteminə aiddir. Gördüyünüz işlər il ərzində davamlı şəkildə aparılır və bundan əlavə digər çaylarda da bizim işlərimiz davamlı şəkildə aparılır. Misal üçün Türyan çay sistemini göstərə bilərik, Xalxal çay sistemini, Daşalı çay sistemində də mütəmadi olaraq bu tədbirlər tərəfimizdən davamlı şəkildə aparılır. Mehman Mikayılov da əlavə edib ki, rayonun Padar, Sincan, Xalxal qışlaq kəndlərinin hərəsində bir quyu olmaqla ümumilikdə 3 subarteziyan quyusunda əsaslı təmir işləri aparılır və işlər yekunlaşma üzrədir. Qeyd edək ki, Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi əhalinin su ilə yarana biləcək bakterioloji xəstəliklərdən qorumaq məqsədi ilə daimi olaraq içməli suyun təyin olunmuş normalar çərçivəsində xlorlanması işi aparır. Ekologiyanın çirklənməsinin qarşısının alınması məqsədi ilə rayon ərazisində formalaşan çirkabsular Bayan kəndində yerləşən tullantı su təmizləyici qurğular kompleksində təmizlənərək Əlican çayına axıdılır. Axıdılan suyun tərkibinə qurğuda yaradılmış kimyəvi bakterioloji laboratoriyada laboratoriya personalı tərəfindən Ekologiya Nazirliyi ilə razılaşdırılmış qrafikə uyğun nəzarət olunur. 2025-ci ilin 5 ay ərzində su şəbəkəsində 107, kanalizasiya şəbəkə xəttində isə 8 qəza baş verib və bütün qəzalar aradan qaldırılıb.